Merhabalar dostlar. Bugün sizlerle beraber yeniden kanallarınızı inceləyirəm. Və bugün mənə bəziləri yazmışdı ki, həmin vaxt və demişdim 6-5 like'dan sonra videonun davamını çəkəcəm. Videoya verdiyiniz ilgiyə görə sizə çox təşəkkürlər edirəm. Ferid bizə demişdi ki, mənim kanalım niyə yoxdur? Gəlin kanallarına baxaq. Feridin kanalına mən də baxmamışam. Bugün sizinlə bərabər baxacağam. Qəribə içəriklərdir. Təlif yeməmək üçün səsi biraz azaldacağam. Telefonunun şarjını tahmin edersem elin... Yəni nə Minecraft, nə Roblox, nə qəribə, biraz qarışıq. Qəşəng. Düzenli olaraq postalar paylaşması gözəldir. Çünki kanalın yayılmasında bəzi səbəblər də postalardır. Çünki YouTube'da gəzən dostlar postalardan görüb sizin kanalınızı incələyə bilər. Ona görə posta paylaşmağı siz də əgər YouTube kanalınız varsa unutmayın. Böyük videolar da paylaşır. Məsələn, böyük kanalın əgər həmişə editlə davam eləyəsi deyil, bir müddət 200-300 abunəyə gedəndən sonra video paylaşmalısan. Mən də şəxsən bu yerə kimi editlərlə gəldim. Məncə artıq buradan sonra mən videolar paylaşaraq böyüməliyəm. Çünki editlər bir yerə qədər, editlərlə 2 milyon, 3 milyon abunəsi olan çətin var. Var, amma çətin var. Ən qəşəngi nədir? Kapaq qoyması. Videosuna kapaq qoymaq ilgini daha çox çəkir. Məncə yaxşı kanaldır. Təsviri qəribədir. Mən daha çox gözləyərdim. Oha. 114 video. Oha. Oha. Çoxdur. 141 videoya 4K abunə bu qədər baxış. Yəni həqiqətən çoxdur. Köhnə bir nisbətən kanaldır. 2018 biraz köhnədir, amma həqiqətən əllərinə sağlıq olsun. Videoları da öz çapında əyləncəli atır. 7.3K video baxır. Özünü də buradan təbriklər edirəm. Halal olsun ona. Bəli, bir digər kanalımız isə mənim yaxın dostum olan Mehman TV. Şəxsən 3 ay əvvəl onu incələdiyimizdə 700 abunəsi var idi, deyəsən səhv xatırlamıramsa. İndi hardasa 1K abunəyə kimi gəlib çatıb. Yəni sizdən də xahiş edirəm ki, bu kanala dəstək olun. Gözəl, əyləncəli içəriklər çəkir və öz çapında, yəni çalışır ki, videolar atsın. Məncə çox gözəldir. Yəni gəlin bu kanalı bir eləyək və mənim şəxsən çox YouTuber'ın təsvirini xoşlamıram, amma bu YouTuber'ın təsvirini xoşlayıram. Mən də belə bir şey eləyəcəm bir gün. Amma ilk öncə mənim videomu bilmirəm siz necə bir oyunlar istəyirsiniz. Yəni hansı oyun istəyirsiniz deyin, oynayaram. Çalışaram oynayım. Amma yəni yorumlara yazmağı unutmayın. Bəziləri istəyir, amma yorumlara yazmağı unudur. Yəni belə bir şey mən də eləməyi düşünürəm. Və bir də ki, daha çox canlı yayın açsın. Məncə Mehmana şey eləyim ki, bir önərim ki, daha çox canlı yayın açsın. Yəni boş vaxtı oldu. Məsələn, həftədə bir dəfə bazar günü boş vaxtında canlı yayın açsın 1 saat, 2 saat. Yəni gəlib bir canlı yayında daha çox. Məsələn, mənim bir dostum var idi. Emin nə idi? Onun kanalını da sizə göstərəcəm. Şəxsən onun 1000 abunəsi var idi. Dedim ona canlı yayınlar açmaq önərdi və o canlı yayın açandan sonra 3-4 aydan sonra 20.000 abunəsi oldu. Elə bir ki, o canlı yayınlarda birinci 4 dənə adam zad var idi. Bir də mən idim. Artıq sonradan 5K oldu. Mən şəxsən onun moderatoru idim və artıq 5K zadda mən ona çatdıra bilmirdim. Banlamağa adam çatdıra bilmirdim. Yəni canlı yayın açmağını önərirəm sənin. Və bir də ki, uzun videonu gündə çox atma. Bir gündə 2-3 dəfə atma. Məsələn, biraz insanlara maraq oyandır, belə deyim. Məsələn, 3 gündən bir at videolar.
Bir də ki, bunu təsvirə də yaza bilərsən ki, məsələn, mən 3 gündən bir uzun video atıram. Məsələn, hər gün shorts videosu atıram. Bəli, bu nədir? Hə, bəli, videolarda bu idi deyəsən. Bəli, bir həftə idman eləyirəm. Belə baxıram, deyəsən 15 dəqiqədən uzun video paylaşmamısan. Bunu mən də paylaşa bilmirəm. Əgər bilirsinizsə yorumlara yazın. 15 dəqiqədən sonra nömrə istəyir və nömrəni yazsam da doğrulamanı eləyə bilmirəm. Bunu aranızda eləyə bilənlər varsa, lütfən kanalıma yorumlara yazsın. Biraz qəribə bu nə oyundur? Hə. Kanalında bu videolar tutur. Amma mən önərirəm ki, biraz bir dəqiqə 900 abunədir, soru cavab. Soru cavab elədi deyəsən, ha? Eləmişdim. Bəli. Mən də sizə deyirəm ki, uşaqlar, buradan sizə deyim, 200 abunədə mən də soru cavab eləyəcəm. Yəni bu videoya yorumlarınızı yazmağı unutmayın və özümün də 196 abunəsi var, hardasa 4 abunə qalıb. 200 abunədə soru cavab eləyəcəm və keçək son kanalımıza. Bəli, bu da YX8-dir. Şəxsən bunu mən Pinterestdən də takib edirəm. Deyəsən Pinterest hesabı olan buydu. Yəni gözəl Boralo videoları paylaşır. Şəxsən mənim xoşuma gedir. Məsələn, bir neçəsini biraz səsini azaldaraq izləyək. Görüşmek bile istemiyorum. Hadi oğlum. Kaç. Güle güle. Kendine çok iyi bak. Kaçtım. Let's go. Yəni belə videolar paylaşır, şəxsən gözəldir və bunun videolar da paylaşır. Nə qədər az sürəli olsa da, bir də məsələn 30 saniyəlik videoda 11k baxış alıb. Məncə çox gözəl bir statistikadır. Great team leader. Oha, yəni kanal çox yenidir. 2 ilə 2.610.753 bax. Oha. Harbiden oha, çox gözəl. Yəni deyəsən videoları, bəli, videolar da çox yüksək baxış alıb. Halal olsun. Postalar, bəli, postalar da günlük olaraq paylaşır və başladım. Günlük olaraq paylaşır. Oha. Boran orada yorum yazıb. Gözəl. Şəxsən kanal gözəldir və buna bir yöntemim var ki, necə deyim, burada məsələn dediyim kimi neçə gündən bir short, neçə gündən bir video paylaşacaqsan, onu yazasan. Bilirəm dəqiq bilmirsən, amma yenə də yazmağı önərirəm. Bəli. Məncə buna ehtiyac yoxdur.